Herkese salamlar dostlar. Bugünün ikinci videosuyla karşınızdayım. Bugün sizlerle birlikte ölçü oyunu oynuyoruz ve yanımda yine Hüseyin var. Bugün Territorial oyunda Battle Royale'da bir yerde düzenlemeye çalışacağız. Hazır ver Hüseyin. Ben Verdim. Hüseyin sen diyorum adımı tapabileceğim. Adın nedir? Hüseyin. Ben Yunanistan'da başlayacağım. Yunanistan'da 4 tane ölçü var arası. Yaşıl fason. Geldi. Sen buraya gelme, başka yere geçsin yani. İtalya'ya geç. Ha, yaxşı. Geldim buraya. İtalyan. Ha, sənin yanında bir dənə ölkə var ha. Bilmem. Mən burada qaldım. Hə. Bunu 15-ə çəkək. YouTube'dan taktika öyrənmişəm. O taktika ilə ilerleyeceğim. Sen bu yanındaki sen pembe fason ölçəsən. Ben pembeyim. Hə. Sən hücum eləyir. Hə, nə yaxşı. Promo bir nəfəri ortadan qaldırır. Hə, Hüseyin müttəfiqliyə attım. Ben de gel bu. Oha. Bir nefer eyledim diyirdim. Eylendi zat diyirdim ancak başka var da varmış. Mənim yanımda bir dənə adam var, mənə çox əsəb eləməyə başladı. Hanım. Bu göy fason kimi. Müttəfiqimdir amma mənim bütün torpaqlarımı alır. Bu haradır? Roma İmperiyası xəritəsi. Hələ geri çəkəcəm yenə. Hala bu niye bana saldırır Kim? Burada bir nefer bana saldırır. Bu Paris. Ne? Oraya bir dənə gəmi yollamışam Hüseyin. Kardeş sana gemi atamadım. Ya oyun gıcık vardı doğru ya. Persiya. Nəysə güc toplayayım, Persiyayı həll eləyərəm mən. Sən narahat olma. Bir de üstteki sarı var ha o. O da bana saldırdı. Hələlik onu həll eləyə biləcək gücüm yoxdur, amma sürətlə inkişaf eləyirəm. Persiyanın gəlişiminə baxıram da. Yolladım gəminə. Persiyaya hücum eləyirlər. Uçum diyor. Ha? O arada Ceberan kimiydi? Bilmirəm. Düşündüğüm adamsa o benim dostum idi. Mən də gedirəm deyəsən. Aha adam gitti. Oh ismi ya. Mən də gedirəm ancaq. Ha. O. Nəysə oyundan çıxın. Hazır ver. Avropa xəritəsidir. Diyeyim ben İtalya'da olabilir. Mən Yunanistan bölgəsində. Ya da Danimarka ola bilər. Baxacağıq.
Mən Neredesin? İstanbul. Ben de Yunanistan'ın İstanbul tarafları. Bu buradaki. Hə. Promoy müttəfiq olarıq. Bir yerdə olmağımız bizim əleyhimizədir. Ne oldu? Lan. Bak Hüseyin'le bir problem. Ya. Bence problem var. Hələ ki genişləmədən biraz yüksək. Yəni böyük 25-ci dövlət mi bizi? Ətrafımdakı balaca Ben gittim arada. sənin adın dəyişib elə bil. Nəysə. Benim Anadolu adım Eleyni koydum ha. Hə, narahat olma. Bu bölgələr mənimdir. Bütün Anadolu. Şeyle çalışsan kimi ilk Osmanlı İmperiyası. Osmanlı İmperiyası 2.0. Don Kosova. Ətrafda çox balaca şey var. Onları hamısını Orada. işğal eləməliyəm. Salam baba deyə bir. İndi güclü, sürətli inkişaf edirik ki, bu mənim xeyrimədir. Bir də ki, dostlar, yaxında Age of Story 2 videosu da gələ bilər. Xəbəriniz olsun. Bu bayaq ki, Persiya döyür. Hər kəs məndən dost olur. Balaca adaları işğal eləyək də. Az da olsa əhalimizin artmasında bizə kömək edə bilər. Kim diyeyim? İkisi sana toplu saldırıydı. Təşriblər. Görürsünüz. Mındar ləkələr təşriblər. Ben olsam bir yerde hallederdim. Zor gedərdi səndən bir yerdə prosto da olmadı. Kardeş, bu buna ait. Gəmi də getdi, əla. Dünya bir haritasıydı. Hayda. Orta Asya. Deyirəm bəlkə risk eləyə zombi modu. Qafqazdır. Yaxşı. Sən adını görürəm Hüseyin. Fərhad ya Hüseyin. Ben de senin adını gördüm. Yani yakınız. Oynayan az nəfər var. Biz necə zombilərdən qurtulacağıq? Məsələn 11 nəfər var. Mən Bakıya gedirəm. Bakıya yapışım. Sən zəhmət olmasa buradan bas bayrağı. Sən Türkmənistan bölgəsinə get. Getdim ben buraya. Mən Bakıya gedirəm, sən Türkmənistana. Dəniz kontrolu, Xəzər dənizi tamamilə kontrol eləyə bilərik. Getdim. Əla. Xəzər dənizi bizə aiddir.
Burada Var. bir dənə də Necromancer var. Necromancer. Hə. O nədir ki? Necromancer yəni tərəfsiz. Hər iki tərəfə də hücum eləyir. Ancaq bu Və də zombilərə çox güclü gəlişir. Bu zombilərə dəhşət tez yok etməmiz lazımdır. Hə. Yoxsa Məsələn, bunlar bir sərhədlər tapan kimi bir-birlərinə kömək eləyirlər. məsələn mən ucu ikincisini yok edirəm. Yəni yaxın olduqları vaxtlar ucu bir-birlərinə çox kömək edirlər. Dəstəklər bitmir. Mənim olduğum tərəfdə bir dənə böyük qırğın gedir indi. Bizim tərəflərdə də vallahi qırğınlar var. Necromancerlardan birisi bizim yerlərimizdə. Qardaş, Bəli. mənə bax da mən tərəflərə. Hə. Görsən məni? Hə. Mən daha çox alt tərəflərə, İran bölgələrinə genişləməyə çalışıram. Aha, dünyanın ən böyük oyuncusu hal-hazırda mənəm. Ki bu da çox qəşəng gəlişimdir. Aha, Necromancer. Necromancer mənə saldırmasın. Qardaş, mənə bayağı bir ordu yolla. Mənə ordu. Yəni, mənə də kömək lazımdır. Yəni baxışlar hal. Yoxsa bizim sonumuz gəlirmi? Mənə çöküş yaşayıram. Mən də çökürəm. Bakı düşdü, mən də düşəcəm. İkimiz bir yerdə çox güclənmişdik. Gələn keçəni döyürdük. Ancaq da bizim də vaxtımız gəldi. Qardaş. Hüseyin, sənə biraz dəstək yolladım prosto. Mən bu qarayı qəbərtəcəm ama. Mən bölündüm. Nə? Mən bölündüm. Hüseynə bax elə. Hüseyn ölür. Necromancer çox gücləşdi. Elə ona görə də. Ancaq bayağı bir gəmi attım. Bu gəmilər sayəsində bayağı böyüyür. Nah böyüyərsən sən. Lan! Nə? World bir tez. Şey. Mən təbii ki də Madagaskar. Madagaskar mı? Aha. Mən sənə tərif verdim. Qardaş, bir buraya bax da. Gördüm səni. Yo, bax. Ha, gördüm orayı məndə. Sıraz yəni gözümə dəydi. Salam. Avropada heç kim yoxdur. Mən İspaniyaya gedirəm. Yerdin də. Heç nə olmaz. Niye demedin? İyi de aramızda ne kadar fark var. Neyse şey olacak. Yanında ne kadar adam var. Mən Avropayı onlara buraxmamaq üçün. Ama Avrupa'yı bırakırsan bırak da. İyi. Beni burada taş koydu. İndi
Mən işğal edilirəm deyəsən. Mən niyə öldüm? Və hələ yaşayıram. Mən çox pis öldüm. Gərək sənin yanında qalaydım. Girirəm nə mən? Bir dənə Azərbaycanlı var. Dünyanın 10-cu dövləti Azərtürk. Sən bax balaca qaldın hər şey. Hə, deyəsən sən işğal eləməyə gəlibsən. Yox yəni gəlməyəcəyi göstərmədi. Yəni nə yapaq? Bir yere gidemiyoruz ki. Nəysə, bu oyun qurtaracaq oxşamar. Mən videoyu burada bitirəm. İnşallah xoşunuza gəlmişdir video. Kanala like atıp abone olmayı unutmayın.